Herkese salam kızlar. Ümid edirəm ki, ömür boyu daşıyacağımız tək yük, baxın bunlar olar. Yəni ki, shopping. Çünki həqiqətən biz qızlara təsir edən ən yaxşı şeylərdən biri də məhz shoppingdir. Demək, əlimdə 2 ədəd belə Rossmann paketi var. İndi göstərəcəm bunları bir-bir, nələrdir, nə almışam. Bilirsiniz ki, Rossmannda 20 azin üzəri alışveriş edərkən kassa indirimi olur. Kassa indirimine orada məhsullar qoyulur, siz oradan seçirsiniz. Birinci atıştırma ilə başladım. Bu atıştırmalıqlar o qədər dadlıdır ki, qızlar. Yəni hər birinizə tövsiyə edirəm dadına baxmağı. Mən çiyələkli növünü aldım. İndi bilmirəm dadına baxacağam. İnşallah ki, yaxşı olar. Çünki ayrı şokolada növünü almışdım. O da çox ləzzətli idi və digər növləri də var. Bunu ümumiyyətlə düşünürəm ki, o biri növlərini də alıb çəkiliş eləyim, ayıracağım. Çünki çox dadlıdır. Duş gelidir almışam. Baxın belə bir İsananın duş geli. Qoxusu çox gözəl idi. Amma indi təsirdə inşallah ki, yaxşı olar çünki ilk dəfə də alıram. Hə, bu da balzamdır. Elə eyni seriyadır. Bunların şampunu da almışam. Baxın. Nəsə də belə pink şeylər çox sevirəm. Və pink demişkən, İsananın bu dezodorantının qoxusu çox möhtəşəm bir qoxusu var. Yəni hər birinizə tövsiyə edirəm. Bunlar 20 azenin keçdiyinə görə kassa indirimindən mən belə bir əl yumaq üçün duru mayi sabun götürdüm. Çox qəşəng isi var. Mən qoxu aşiq olduğuma görə qəşəng qoxulu məhsulları çox sevirəm. Keçək digər paketə Rossmannın aldıqlarına. Belə bir şampun almışam. Bu arada məsələn bunlar ilk aldığım məhsullardır demək olar. Bir çoxunu ilk dəfə istifadə edəcəm. Xoşuma gələnləri ya gəlməyən olarsa inşallah ki olmaz. Hər birini paylaşacağım, sizlərlə də qeyd edəcəm. Bioblasın belə bir şampun almışam. Bu arada bundan 2 dənə almışam, stoplamışam resmen. Və indirimdəydi bu arada. Bu da indirimdəydi. Duş gelim. Kakoslu iyisi var. Kakoslu iyiləri çox sevirəm. Sonra böyle bir diş pastası aldım. Bilmirəm necə olar. Bu da inşallah ki yaxşı olur. Tərsinə tutmuşam deyəsən. Neyse olsun belə də tərs düşürmüş. Neyin ayıpısı ya. Bir de bu. Bunu yəqin ki qızlar bilməmiş olmaz da. Yəni çox viral olmuş bir məhsuldur. Gördüm aldım. Məncə bəyənəcəm. Bir de sizlərlə bölüşmək istədiyim bax bu 2 məhsul da var İsananın. Bunlar istifadə etdiyim məhsullardır. Elə ikisini də demək olar ki, mən də internetdə gördüm qızlarda, təriflənirdi, ona görə aldım. Bu əl kremi gecə çəkmək üçündür. Gecə kremli belə deyim. Neyse. Bu bu çox qəşəngdir. Yəni əlin üzərində belə qaymaq kimi teksturası var. Yəni çox qəşəng yumşaldır. Deməli bütün 3 ay qış boyu almadım. Əllərimin üstü quru qurumuşdu. Gəldim yaz ayında aldım. Bunun bədən losyonu. Bu da çox təriflənirdi. Yəqin ki bir çoxunuz bu məhsulu da tanıyırsınız. Bunun duş geli də var. Və belə ayrıca bədən losyonu da var. Bu da çox gözəl dərini həm nəmləndirir, həm çox gözəl, yəni qoxursuz, çox qəşəng qoxusu gəlir. Məncə bu da artıq mənim və bu ikili vazkeçilməz məhsullarım arasındadır. Neyse olmadı Asmir. Böyle demək istedim.